TRT4-ün Zəngəzur dəhlizi ilə bağlı yayımladığı xəritə və məqalə Ermənistanda narahatlıq doğurub. Məqalədə İranın Suriyadakı məğlubiyyəti və yaxın şərqdə proksilərinə endirilən ağır zərbələr səbəbindən çətin vəziyyətə düşdüyü bildirilir. Tehranın yaşadığı ağır iqtisadi çətinliklər də nəzərə alınmaqla Zəngəzur dəhlizinin açılmasına razı olmaqdan başqa çarəsinin qalmadığı qeyd olunur. İranın dəhlizlə yanaşı bir neçə regional layihələrə baxışının təkrardan nəzərdən keçirə biləcəyi deyilir. Məqalədə dəhlizlə bağlı yer alan xəritə xüsusi diqqət çəkir. Belə ki, xəritəyə əsasən dəhlizin başlanğıc nöqtəsi Zəngilan rayonu Ağbənd qəsəbəsi, bitiş nöqtəsi isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəridir. Nəşr yazır ki, dəhlizin açılması İran üçün də faydalı olacaq. O, Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə biləcək. Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan arasında olan bir layihə deyil. Bu qlobal bir məsələdir və böyük bir prosesin başlanğıcı olaraq dəyərləndirilə bilər və düşünürəm ki, Zəngəzur dəhlizinin açılması Pekindən başlayaraq Londona qədər uzanan, hətta deyərdim ki, Vaşinqtonu da əhatə edən bir dəhliz funksiyasını yerinə yetirməklə həm də burada ümumi ticarət, iqtisadi, siyasi əməkdaşlığı dərinləşdirmək, gələcək üçün sülh və sabitliyə töhfə verəcək bir layihə olaraq tarixə düşə bilər. O baxımdan düşünürəm ki, İranın yeni rəhbərliyi, yəni söhbətin Məsud Pezeşkandan gedir, vəziyyətin hansı formada olduğunu başa düşür və hesab edirəm ki, İran artıq bundan başqa çıxış yolu görmədiyini anlayır və böyük ehtimal ki, yaxın müddət ərzində İranda digər ölkələr kimi bu layihənin tərkib hissəsinə çevrilə bilər. Qeyd edək ki, söz gedən məqalə və xəritə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Yerli mətbuat, siyasətçilər və ictimaiyyət arasında narahatlıq artıb. Ermənistanın sərhədlərini özünün qırmızı xətti adlandıran İranın qərarını dəyişərək dəhlizin açılmasına razılıq verməsi ehtimalı erməniləri təşvişə salıb. Ermənistan başnaziri Nikol Paşinyan onsuz da bu məsələyə razı olduğunu, Tehranın da fikrinin dəyişməsi ilə dəhlizin açılmasında heç bir maneənin qalmadığı bildirilir. Elçin Şuşalı, Qafqaz TV üçün.